Uşaqlar ilk dəfə bağçaya gedərkən qorxu və narahatlıq hissi yaşayırlar. Bu dövr onların sosial və psixoloji inkişafına mühüm rol oynayır. Bu qorxu halları normaldır. Uşaqlar bu dövrdə valideynin onlara olan davranışını güzgü kimi əks etdirirlər. Valideyn sakit və inamlı davranmalıdır. Çünki valideynin sakitliyi və inamlılığı uşaqda güvən hissini yaradır. Ata və ana uşağa burada "Sən bacararsan, mən səninləyəm" mesajını verməlidir və burada uşaqlara bağça haqqında pozitiv fikirlər söylənilməlidir. Bağçanın nə qədər əyləncəli və təhlükəsiz bir mühit olduğunu onlara bildirmək lazımdır. İlk günlər qısa müddətlilik buraxmaq çox faydalıdır. Sağollaşmanı isə gizlincə yox, açıq şəkildə bildirmək lazımdır. Belə olan halda uşaq özünü daha da güvəndə hiss eləyir. Unutmayın, uşağın bu qorxusu keçicidir. Bağçaya ilk addım nə qədər çətin olsa da, valideynin burada ilk davranışları uşaq üçün çox xeyirlidir və burada valideynin uşağa olan dəstəyi uşağın gələcək inkişafında zəmin yaradır.